Tamam. Məncə biz başlayaq. Gələnlər yəqin ki, qoşularlar. Həm də ki, onsuz zapis var da, sonradan izləyə biləcəklər. Tamam, məncə də. Təkin xanım, elə birinci sizin bitkilərdən başlayaq. Mənə şəkil atmışdınız axı, yadınızdadır. Sizin bitkilərinizin problemi çox sudur. Çox su verirsiniz, həddindən artıq çox su verirsiniz, bir də çox kölgə yerə qoymusunuz. Əslində şeydə daha balkonda da indi çox əvvəlki evdə elə idi. İndi çox günəşli yerdədir əslində. Nə qədər dəyişmisiniz Düz günəş. evi? 3-4 aydır. Amma inanırsınız təzə-təzə özünə gəlir. Orada nə qədər bitkilərim, yəni demək olar ki, öldü, məhv oldu. Hələ onlara özünə gəlib deyirsiniz də o bitkilərə elə. Həqiqətən özünə gəlib. Yəni yeni əkdiklərim də var, yəni yeni bastırdıqlarım da var da. Amma orada sizə atmışdım, tam düz olan adı yadımdan çıxdı. Kitaskiroza. O inanırsınız, o bir evdə bir 5 ay heç bir, yəni bir yarpaq belə yəni çıxmadı da, yəni o dərəcədə. Qaldı yerində. Burada ilk dəfə olaraq son bir ayda görürəm ki, yeni yarpaqlar çıxıb, yeni nələrsə aldım. Mən də suyu fikirləşirəm, quruyub deyirəm ki, bəlkə gec verirəm bu suyu. Mən də elə fikirləşirəm. Torpağın qarışımından asılıdır. İndi mən torpaq qarışımından danışacağım biraz. Bilirsiniz necədir? Bitki, ümumiyyətlə biz insan olaraq necə ki sevgiyə ehtiyacımız var, diqqətə ehtiyacımız var. Amma çox olanda necə ki biz də boğuluruq da, yəni biraz az eləmək, yəni normasında, hər şeyin qaydasında bitki də elə bir şeydir. Nəyin üstünə daha çox əsirsinizsə, onu elə bir ki itiririk da. Yəni bu insanda da belədir, bitkidə də belədir, uşaqda da belədir. Məsələn, uşağa daha çox qayğı göstərsən, bir də görsən ki, xəstələndi, nə bilim, qızdırması oldu. Çünki o qədər onu biz qorumada saxlayırıq ki. Məsələn, siz də bitkilərinizə o qədər diqqət ayırırsınız ki, daha doğrusu belə, üzərinəəsirsiniz. Niyə yarpaq çıxartmadı, niyə inkişaf eləmədi? Düzdür? Düzdür. Elədir, yəni. Və çoxlu da su verirsiniz ki, inkişaf eləsin, o su ilə deyil, yəni. Su ilə inkişaf eləmir. Su bir növ elə bilin ki, bitkini boğur, yəni, boğma funksiyası verir. Məsələn, necə ki, dənizdə üzəndə ayağımız yerdən üzüldüsə boğuluruq ha. Bitki də elə bir şeydir. Bitkinin əslində biz elə bilirik ki, bitkinin üst hissəsi ağzıdır. Yox, bitkinin ağzı kök hissəsidir. Kökdən hava alır, qida alır. Əslində kimya, biologiyanı bitirmişəm. Bir növ oradan bilirəm, prosto niyəsə bilmirəm. Heç olmaz. Sadəcə bilirsiniz sizdəki sir nədir? Siz üstünə çox əsirsiz bitkilərinizin. Yəni, daha yaxşı olmasını istəyirsiniz, amma sizin fikriniz daha zəif qalır, daha cılız qalır. Səbəb də ona görədir ki, bitkiləriniz sizdən o stresi alırlar, o həyəcanı alırlar ki, Gültəkin bizim üstümüzə əsir, amma onlar da başlar o qorxunu hiss etməyək ki, görəsən biz neyniyək ki, Gültəkini xoşbəxt eləyək. Və olduqları yerdə qalırlar. Nə qurumurlar, nə də inkişaf eləyə bilmirlər. İnkişafdan dayanırlar, yəni sabit durub baxırlar ki, görəsən Gültəkin bizdən nə istəyir? Ona görə elə bir vəziyyətdə durub qalırlar, yəni sabit. Yarpaq da açmırlar, nə də ölmürlər. Bitkiləriniz ölmür. Sadəcə olduğu kimi qalır, inkişaf etmirlər, yəni sizin bitkiləriniz. Desəm, son bir ayda əslində düz deyirsiniz. Məsələn, fikir verməməyə başladım. Bir növ artıq bezdim, yoruldum ki, yəni onsuz da dəyişim olmur da. Ondan sonra bir də aynı şəkildə bir həftə içində gördüm ki, tamamilə bitki dəyişib da, yəni. Bilirsiniz niyə? Onlar sizi itiriblər və axtarırlar ki, görəsən nə oldu ki, bizdən vaz keçdi, bizi buraxdı, yəni bizi axtarmır, gəlib getmir və başlayırlar onlar rahatlaşmağa, relax. Elə ki, necə ev sahibi olaraq hər ay gələr, kontrol eləyər, nə bilim, ya da müdir olaraq gələr, kontrol eləyər. Siz də sıxıntı keçirirsiniz, istədiyiniz kimi ürəkli işləyə bilmirsiniz, düzdür? Bitki də eyni rejimdədir, yəni. Bütün gün Gültəkin gedir, baxır, gəlir, boş buraxmırsa, o bitki də stressə düşür ki, görürsən, bu məndən nə istəyir, yəni niyə bu qədər məni izləmədədir? Siz boş buraxın. Hətta sizə bir sir deyim, Kitaskirozanı 3 gün, amma kontrol keçir. Məsələn, bu gün sulamısınızsa, bu gündən sonra 3 gün balkonda bilmirəm, ya otaqda bilmirəm, qaranlıq bir şkafa qoyun, qapısını örtün və qapını da möhkəm örtün üstünə. Qapını çırpın üstünə, qapını örtün, 3 gün saxlayın, qapısını açmayın. Görün o Kitaskiroza oradan çıxanda necə olacaq? Gətirib burada şkaf var, qaranlıq qoyaram. Amma hava alan yer olsun. Əgər balkonda şkaf varsa, balkon daha yaxşıdır ki, hava alsın.
Və o başlayacaq qorxmağa ki, ya Gültəkin məni tərk elədi, ölümə tərk elədi, yəni məni uje atdı da. O bilmir ki, siz onu şkafa qoymusunuz. O elə bilir ki, siz onu atmısınız. Başlayır inkişaf eləməyə. Kök başlayır torpağa güclü təsir eləməyə ki, nəsə bir qida axtarır ki, qidalansın, tez yarpaq çıxartsın və ölməsin. Hətta sizin o kitoasklerozuna çiçək də açacaq. Yəni bu bütün bitkilərə aiddir. Məsələn, orxideya çiçək açmayanda, bilmirəm sizdə orxideya yoxdur məncə, spatifilium çiçək açmayanda. Hə, indi mənə bir nəfər sual yazmışdı, spatifilium, hə, Nuranə xanım, hələ qoşulmayıb deyəsən, Nuranə xanım. Deyirdi ki, məndə deyir, spatifilium aldım, gətirdim, çiçək açdı. Əslində bu bütün bitkilərə aiddir. Bizim, baxın, aldığımız bitki, yəni gül mağazasından aldığımız bitkini orada o qədər ona gübrə verirlər, qida verirlər ki, bitkinin yarpağı da yamyaşıl olur. Hətta sizə o bitkini satmamışdan əvvəl, hər səhər tezdən bitkinin yarpağına parıldadıcı maye var, sprey. Onu vururlar. Siz də deyirsiniz ki, ay nə gözəl yarpaqları var. Onu alırıq. Bir növ bitkini mağazada iflic vəziyyətinə saxlayırlar. Yəni necə ki, bir maddəyə bağlı olar bir insan, Allah qorusun. Elə bir şeydir. Bitkini də orada maddəyə bağlı saxlayırlar. Hər gün eyni maddəni verirlər, eyni gübrəni verirlər, dərman verirlər. Onu iflic vəziyyətində, yuxulu vəziyyətdə saxlayırlar. Bitki bilmir harda olduğunu. Siz o bitkini alıb gətirirsiniz evinizə. Orada siz gül bağında mühit yoxdur axı, nə kondisioner yoxdur, yəni oradakı havalandırma sistemi yoxdur, nə də o gübrələr yoxdur. Bitki bir həftə ətrafa baxır. Necə ki uşaq, necə ki insan başqa bir mühitə düşür, elə bir şey. Baxır ki, mən hardayam, axtarır, biraz baxır, biraz özünə gəlməyə başlayır. Ondan sonra çiçəyin açır. 3 ay, 4 ay, hətta 6 ay bitki çox yaxşı özünü göstərir. Çünki o iflic olduğu vəziyyətdən, yəni yatdığı vəziyyətdən çıxıb, bitki oyanıb, özünə gəlir. Hardasa 6 aydan sonra bitkiyə siz gübrə verməmsiniz axı, gül mağazasında verilən heç bir gübrə verilməyib, heç bir qulluq olunmayıb. Belə deyim, o maddələrdən istifadə olunmur. Bitki başlayır yavaş-yavaş geriyə doğru getməyə. 6 aydan sonra Gültəkinin ya da Aytəkinin hardan yadına düşəcək ki, bu gülü hansı mağazadan almışdı ya da niyə başladı mənim bitkim qurumağa. Fikirləşsə ki, yəqin su verməmişəm ya da ki, nəsə bir səbəb var. Amma bilmir ki, o 6 ayda oradan aldığı gübrəni artıq əridib qutarıb bitki. O maddəni əridib qutarıb və bitki torpaqda olan qidanı almağa keçib. Ona görə də biraz 6 aydan sonra bitki başlayıb biraz zəifləməyə. Zəifləyir, siz ona qida verməsəniz, başlayacaq özündən yeməyə. Biraz deyib ki, o bitki daha da zəifləyəcək. Və bir ilin içində, bir il bir bitkinin ömrü var. Özünü idarə etməyə, torpağındakı olan qidaların özünü idarə etməyə. Bir ildən sonra bitkiniz, məncə vaxt bitdi elə. Yəni bir ildən sonra bitki başlayır, yəni siz ona qida verməsəz, bitki başlayır öz qidasını əridib qutardan sonra qurumağa doğru gedir. Ya yarpaqları saralır, yarpaq uzanda qaralma baş verir, çiçək açmır. Çünki qida yoxdur, çiçək aça bilmir. Yəni spatifiliumdur, orxideyadır. Ümumiyyətlə aldığınız bitkinin hansı biri çiçək açmırsa, deməli dibçəkdə qida yoxdur, ona görə çiçək açmır. Məsələn, biz hamımız xoşlayarıq ki, evimizin bir tərəfində bir yaşıllıq güşə olsun, məsələn, baxımlı çiçəklərimiz olsun, çiçək açan bir bitkimiz olsun. Amma çiçək açan bitkinin daha çox qulluq tələb eləyir və daha çox kaprizləri var. Çünki onun günəşə daha çox ehtiyacı var, amma biz onu günəşə daha çox ehtiyacı var deyəndə götürüb qoyuruq tam pəncərənin önünə. Xeyr, elə olmalı deyil. Günəş dediyimiz aydınlıq bir hissəyə qoyulmalıdır. Yəni tam pəncərənin önünə günəş alan, yəni pəncərədən gələn günəşi alan bir hissəyə qoyulmalı deyil. Yəni məsələn, pəncərədən 1 metr, 2 metr hətta məsafəyə qədər qoya bilərsiniz. Amma birbaşa pəncərə önünə, birbaşa gələn günəş şüasını almalı deyil. Məsələn, qışda qoya bilərsiniz pəncərə önünə. Çünki qışda tam o günəşi ala bilmir axı bitkilər. Yəni bir də bitkini biz canlı olaraq nəzərdə tutun. Yəni baxmayın ki, dibçəyi var, bitkidir deyə baxmayın. Bitki özü də bir canlıdır. Yəni biz necə ki 7-24 bizim bədənimizdə mübadilə gedir, nəfəs alırıq, yatırıq, dururuq, saçımız tökülür, yorğun oluruq, yuxusuz oluruq, əsəbi oluruq. Bitki də eyni canlıdır. Yəni bitkinin də əsəbi olan vaxtı olur, aqressiv olan vaxtı olur. Su verməyəndə necə biz özümüz su içməyəndə necə baş ağrısı olur? Necə özümüzü halsız hiss edirik, bitki də eyni vəziyyətdir. Su verməyəndə, qida verməyəndə və yaxud da çox su verəndə bitkinin kökləri boğulmağa başlayır. Qidanı ala bilmir və siz çox su verdiyiniz bitkinin kökləri bilirsiniz, belə iflic vəziyyətində olur, yığılır, inkişaf eləyə bilmir, inkişaf getmir bitkidə. Sonra
torpağını dəyişdirmək barədə deyim. Bir ildən sonra torpağını dəyişdirə bilərsiniz. Hansı ki, xanımlar bitkini alırlar, gətirirlər. Mən o qədər yazırlar ki, bitki almışam, torpağını dəyişdirmək istəyirəm. Deyirəm ki, xeyr, torpaq dəyişdirməyin vaxtı deyil. Çünki 6 ay bitki sizin evə öyrəşməlidir, özünü göstərməlidir. 6 aydan sonra əgər mövsümdürsə, sezonudursa, yəni yay fəsli deyilsə, o halda bitkinin dibçəyini dəyişə bilərsiniz. Çünki yayda hava çox isti olur. Bitki onsuz da stresli olur. Gah sizin verdiyiniz kondisioner havası, gah pəncərədən gələn günəşin istisi bu bitkini onsuz da stresə salır. Siz bir də onun dibçəyini dəyişirsiniz. Bitki bilmir ki, nə baş verir, hansı mühitə düşür. Və ən önəmli məsələ, dibçək dəyişərkən sadəcə 2 barmaq enində bir dibçəyə köçürməlisiniz. Biz dibçək dəyişəndə, yəni mağazadan aldığımız gün dibçəyini dəyişəndə böyük bir dənə dibçək alırlar, gətirirlər, şəklini də atırlar xanımlar mənə ki, bu dibçəyi almışam, buna köçürmək istəyirəm. Deyirəm ki, niyə onu? Bunda yaxşı inkişaf edəcək. Xeyr, inkişaf eləməyəcək. Bitki o dibçəyin həcmindəki torpağı doldurana qədər kök atacaq və üst hissədə, bitkinin üst hissəsində heç bir inkişaf getməyəcək. Bitki başlayacaq köklərə inkişaf eləməyə, köklərə işləməyə və üst hissə inkişaf edə bilməyəcək. Ona görə 2 barmaq enində bir dibçəyə keçirməliyik ki, bitki öz inkişafını, yəni həm kökə işləsin, həm də üst hissəyə işləsin. Məsələn, biz deyirik ki, niyə bitki bizə, belə deyim də, davamlı çiçək açmır? Davamlı necə çiçək açsın? Axı, biz bitkini alıb gətirəndə fikirləşirik ki, bu üstündə çiçək varsa ilin 12 ay çiçək açacaq. Baxın, xanımlar, biz ilin 12 ayı özümüz, yəni mən məsələn xanımları çiçək olaraq görürəm. Biz ilin 12 ay çiçək aça bilirik. İlin 12 ayı üzümüz gülür, 7-24 üzümüz gülür. Xeyr, düzdür. Yəni bitkidən də bunu gözləyə bilmərik. Bitkinin də bir stres keçirdiyi dövrü var, yorulduğu dövrü var. Məsələn, bitkini qoyduğunuz yerdən çox şey asılıdır. Alırlar, gətirirlər, qışda qoyurlar kombi sisteminin üstünə ki, bura istidir, bitki yaxşı inkişaf eləsin. O, yəni bu şərt deyil. Bitkinin yaxşı inkişaf eləməsi üçün 18-22 dərəcədə temperatur olmalıdır. Yaxud da yayda hava isti keçir, qoyurlar balkona, açıq balkona çıxardıb qoyurlar bitkini. Bunu daha çox mən rayonlarda görürəm. Getdiyimiz yəni müştərilər otaq bitkilərini çıxarıb qoyurlar həyətə. Deyirəm ki, bunu niyə həyətə qoymusunuz? Deyir ki, havalar isti keçir, qoyun bu da nəfəs alsın, hava alsın. Xeyr, otaq bitkisinin adı üstündə otaqda qalmalıdır, yəni otaq şəraitində olmalıdır, otaq temperaturunda olmalıdır. Temperaturu da nəzarətdə saxlamaq lazımdır. 18-22 dərəcədə həm bitki yaxşı inkişaf eləyə bilir, həm də stabil qala bilir. Məsələn, sizə istidir deyə temperaturu 17 dərəcəyə, 15 dərəcəyə salırsınız ki, ev soyulsun, sonra siz o otağa girirsiniz. 15 dərəcə temperatur olan otaqda ya da 17 dərəcədə siz davamlı qala bilmirsiniz. Hətta davamlı 18-20 dərəcə, yəni soyuq olan otaqda belə qalmırsınız. Niyə? Çünki soyuq sizə təsir edir axı. Amma bitkini, məsələn, bunu daha çox iş ofislərində qoyub gedirlər. 7-24 işləyən havalandırma sistemində bitkini qoyurlar, çıxırlar, gedirlər evlərinə, geri qayıdırlar səhər. Özləri o soyuq havada qala bilmirlər, amma bitkini 7-24 orada saxlayırlar. Sonra deyirlər ki, bitkinin yarpağın ucu saraldı, bitki qaralmağa başladı, inkişaf eləmədi, çiçək açmadı. Axı o soyuqda, o necə çiçək açsın? Bitki başlayır özünü qorumaya almağa. Yəni soyuqdan qorumaya almağa, özünü isitməyə çalışır, kökü ilə özünə güc yığmağa çalışır. Yəni çiçək açmağa çalışmır. Ona görə don vəziyyətində qalır. Sonra nə deyim? Soyuq haqqında məlumat verdim. Sonra bitkilər bizdən nə istəyir? Baxın, bitki necə ki biz qarşı tərəfdən deyim, yəni qarşı cinsdən sevgi istəyirik, diqqət istəyirik. Amma çox da eləyəndə boğuluruq. Ay, niyə belə elədin? Niyə məni çox qısqandın? Niyə məni oraya getməyə qoymadın? Niyə məni çox buraxmadın? Eyni vəziyyətdə bitkidədir. Yəni bitki də bizdən baxım istəyir, amma diqqət istəyir, amma yəni artığını istəmir. Artığı olanda o bitkiyə də belə deyim, zərər verməyə başlayır, stresə salır bitkini. Məsələn, hansı bitkini almaq istəyirsinizsə, əvvəlcədən araşdıra bilərsiniz. Mövsümi bitkilər var, hal-hazırda yay dönəminə görə mövsümi bitkilər var və bunu satışda, onlar deyirlər, otaq şəraitində siz alırsınız, deyirsiniz ki, mən ev üçün alıram. Deyir ki, onlar qalacaq. Yəni, o satmaq üçün deyilən bir yalandır. Qalmayacaq, yəni 3 ay qalacaq, hətta bəlkə 1 ay qalacaq.
Bir neçə bitkilər var ki, onlar sadəcə çiçək açır və mövsümlükdür. Toxumdan artırılan bitkilərdir. Onlar mümkün deyil ki, ilin 12 ayı, 1 il inkişafda qalsınlar ya da çiçək açsınlar. Xeyr, onlar 3 ay. Ən çoxu çiçək açan bitkilər, yəni mövsümlük bitkilərin ömrü 3 ay olur. 3 aydan sonra o bitkilər artıq qurumağa başlayırlar. Yəni ömrünü bitirir də. Toxumdan düzəlmiş bitki ömrünü bitirmiş olur. Ona görə də siz almadan öncə, məsələn, araşdırın ya da getdiniz bir gül mağazasına, şəklini çəkin. Bu da Google-da bir screen eləmə şey var, skan edirsiniz. Bitkinin şəklini çəkirsiniz, oradan baxa bilirsiniz ki, adı nədir, xüsusiyyətləri nədir, üstünlükləri nədir. Mən, yəni, əgər bitki almaq istəyirsinizsə, mən məsləhət görərdim xanımlara. Ən asan bitki şefleradır. İndi sizə təqdim edəcək şəklini, hətta yaza da bilərsiniz adını şeflera, drasenadır. Orxideya məsələn biraz çətin gəlir xanımlara, amma orxideya o qədər asan və sakit, kaprissiz bir bitkidir. Sadəcə yerini düzgün seçib və onun istədiyi nəmli şəraiti qurandan sonra orxideyanı olduğu yerə qoyun, başqa bir istəyi yoxdur. Şeflera o qədər kaprissiz bir bitkidir ki, alın, gətirin evin bir küncünə qoyun. Sadəcə aydınlıq bir yer görsün. Yəni işığı, günəşi şüşədən alsın, pəncərədən alsın, yəni aydınlıq bir yerdə olsun. Yəni direkt pəncərənin önünə qoyanda şeflerada həm bit əmələ gəlir çox istidən, həm də yarpaqda inkişaf getmir. Bir də şeflerin məsələn bir özəlliyi var. Bunu daha çox çay evlərində istifadə edirlər. Şeflera siqaret tüstüsünü sevir. Yəni biz də siqaret tüstüsünü verə bilmədiyimiz üçün, yəni xanımlar olaraq siqaret tüstüsü əgər verə bilmiriksə, siqaretin külünü bitkinin dibcəyinə əlavə eləyə bilərik. Yəni siqaret külü dibcəklərdə olsa, yəni şefleraya belə deyim faydalıdır. Sonra drasena var. Drasena çox sakit, çox rahat bir bitkidir. Sadəcə vaxtında suyunu verin və ən vacib torpaq qarışımına diqqət etmək lazımdır. Bu bütün bitkilərə aiddir. Torpaq qarışımı üçlü olmalıdır. Tərkibində qum olmalıdır, torf olmalıdır, torpaq olmalıdır. Bir də əgər ala bilərsinizsə, yəni istəyirsinizsə bitki becərəsiniz, yəni daha çox diqqət ayırırsınızsa əgər bitkilərinizə, perlit deyilən bir ağ rəngdə maddə var. Ondan əlavə edirsiniz. Perlit torpaqda nəmliyi saxlayır. Torpaq daha çox nəm qalır. Yəni siz dayanmadan onu sulamanıza ehtiyac yoxdur. Perlit o suyu özündə yığır, saxlayır. Bitkinizə ehtiyac olanda suyu verə bilir. Perlit lazımdır. Yəni bu üçlü qarışım olmalıdır. Məsələn, aldığınız bitkilər daha çox torfda əkili olur. Mağazadan